Salam əziz izləyicilər. Bugün sizinlə aerohidrostatika və aerohidrodinamika bölməsinin ətraflı yazılı cavab tələb olunan tapşırıqlarına baxacağıq. Birinci sualdan başlayaq. Şüşə parçasının havadakı çəkisi 30 Newton, suda çəkisi 18 Newtondur. Şüşənin sıxlığını hesablayın. Şüşə parçasının havadakı çəkisi P0 ilə işarə olunur. P0 bərabərdir 30 Newton. Sudakı çəkisi 18 Newtondur. Cismin maydakı çəkisi P bərabərdir. P0 çıxılsın F Arximed düsturu ilə hesablanır. Yəni 18 bərabərdir. 30 çıxılsın F Arximed. Buradan tapırıq ki, F Arximed bərabərdir 12 Newton olacaq. İndi P0-ın düsturu Rho cisim, V cisim J'dir. Arximedin də düsturu Rho maye, V cisim C'dir. Bu iki ifadəni tərəf-tərəfə bölsək, P0 bölünsün F Arximed bərabər olacaq Rho cisim bölünsün Rho maye. Burada yerinə qoyub cismin sıxlığını təyin edə bilərik. P0-ımız 30-dur. F Arximedimiz 12-dir. Cismin sıxlığını bilmirik. Mayenin sıxlığı da 1000-dir. Buradan ixtisar eləyək. 6-ya ixtisar eləyək. Burada qalsın 5. Burada qalsın 2. 2 Rho bərabərdir 5000-ə. Rho da bərabərdir 2500 kiloqram bölünsün metr kubuna. Cavabımız olacaq 2500 kiloqram bölünsün metrin kubu. İkinci sual. Ağzı bağlı və maye ilə dolu qabı tərsinə çevirdikdə mayenin qabın dibinə göstərdiyi P təzyiqi və F təzyiq qüvvəsi necə dəyişər? Bu qabı biz tərsinə çevirməkdən öncə gəlin bura S deyək. Burada 2S deyək. İndi qabı tərsinə çevirək. O zaman bura olacaq yenə də S. Bura olacaq 2S. Biz qabı tərsinə çevirdikdə onun içərisindəki mayenin hündürlüyündə heç bir dəyişiklik olmayacaq. Çünki qab ağzına kimi su ilə doludur. Qabın dibinə göstərilən təzyiq də P bərabərdir Rho GH-dır. Qabı biz tərsinə çevirəndə nə Rho dəyişir, nə də hündürlük dəyişir. Ona görə hidrostatik təzyiq dəyişməyəcək, konstant qalacaq. Təzyiq qüvvəsi isə F bərabərdir P vurulsun S-dir. Burada P dəyişmir, sabitdir. Onda F ilə S düz mütənasib olacaq. Biz qabı tərsinə çevirəndə sahə S idi, amma indi oldu 2S. Yəni sahə 2 dəfə artdı. Ona görə təzyiq qüvvəsi də 2 dəfə artmış olacaq. Üçüncü sual. Cisim mayenin səthində üzür. Bu cisim sıxlığı 2 dəfə kiçik olan digər mayenin səthində üzərsə, ona təsir edən Arximed qüvvəsi və cismin mayeye batan hissəsinin həcmi necə dəyişər? Üzmə şərtinə görə Arximed qüvvəsi bərabərdir. Ağırlıq qüvvəsi olmalıdır. O da bərabərdir mg-dir. Cisim birinci mayenin səthində üzür. Yəni ona təsir edən Arximed qüvvəsi ilə ağırlıq qüvvəsinə bərabərdir. Sıxlığı 2 dəfə kiçik olan digər mayenin içərisinə daxil etdikdə bu cisim orada da üzür. Ona görə biz sıxlığı dəyişməyimizə baxmayaraq, cisim yenə də həmin mayenin içərisində üzdüyünə görə yenə də F Arximed bərabər olacaq M vurulsun G-yə. Yəni Arximed qüvvəsi dəyişməyəcək. F Arximed dəyişməz. Bəs batan hissənin həcmi necə dəyişər? Batan hissənin həcmi V batan bərabərdir. Rho cisim bölünsün Rho maye vurulsun V cisimdir. İndi əvvəlcə batan hissənin həcmi belə idisə, ikinci halda yazırıq V batan ştirik bərabərdir Rho cisim. Sıxlığı 2 dəfə azaltmışıq. Rho maye bölünsün 2. 2 də qalxacaq yuxarı. Vurulsun V cisimə. Gördüyümüz kimi bu ifadədən bu ifadəyə keçid eləyəndə görürük ki, ikinci halda batan hissənin həcmi 2 dəfə artmışdır. F Arximed dəyişməz, batan hissənin həcmi isə 2 dəfə artar.
Dördüncü sual. Gərilmiş ipdən asılmış kürə maye daxilində tarazlıqdadır. Mayeni sıxlığı daha kiçik olan maye ilə əvəz etsək, kürəyə təsir edən Arximed qüvvəsi və ipin gəlmə qüvvəsi necə dəyişər? İlk öncə biz bu cismə təsir edən qüvvələri çəkək. Cismin ağırlıq mərkəzindən yerin mərkəzinə doğru ağırlıq qüvvəsi, cismin batan hissəsinin ağırlıq mərkəzindən yuxarı Arximed qüvvəsi və ipdə yaranan gərilmə qüvvəsi. Buradan görürük ki, T ilə, yəni gərilmə qüvvəsi ilə Arximed eyni istiqamətdədir. O da bərabərdir mg-yə. Çünki tarazlıqdır. Biz də tarazlıq şərti yazırıq. Buradan T-ni tapsaq olacaq mg çıxılsın F Arximedə. İndi mayenin sıxlığı kiçik olan maye ilə əvəz edirik. Arximed qüvvəsinin düsturu nə idi? Rho maye V batan vurulsun J-yə. İndi sıxlığı biz azaltsaq, Arximed qüvvəsi nə olacaq? Azalmış olacaq. Gərilmə qüvvəsinə baxaq. Burada Arximed qüvvəsi azalıbsa, gərilmə qüvvəsi də artmış olacaq. Çünki mg-nin qiyməti dəyişmir də. F Arximed azalar. Gərilmə qüvvəsi artar. Keçək 5-ci suala. Kütləsi 1,2 kiloqram olan kürəyə təsir edən Arximed qüvvəsi ipin T gərilmə qüvvəsindən 2 dəfə kiçikdir. Şərtdə bizə deyir ki, F Arximed bərabərdir gərilmə bölünsün 2-yə və bizdən Arximed qüvvəsini istəyir. Yenə də qüvvələri çəkirik. mg aşağı. F Arximed yuxarı. Yuxarıdakı kimi tarazlıq şərti yazacağıq. 4-cü sualdakı kimi. T üstə gələk F Arximed bərabərdir mg-yə. M-i bizə 1,2 kiloqram verib. Bizdən Arximedi soruşduğuna görə buradan T-ni F Arximedlə ifadə edək. T bərabər olacaq buradan 2F Arximedi. Gətirib bu düsturda yerinə yazsaq 2F Arximed üstə gələk F Arximed bərabərdir. M-imiz 1,2, G-nin də qiyməti 10-dur. 3F Arximed bərabər olacaq 12-yə. F Arximed də bərabər olacaq 4 Newtona. 6-cı sual. Kütləsi 100 qram olan metal kürəcik suda şagilə aşağı düşür. Kürəciyə 0,2 Newton Arximed qüvvəsi, 0,3 Newton mayenin müqavimət qüvvəsi təsir edir. Kürəciyin təcilini hesablayın. Deməli, burada bir şəkil çəkək. Bir dənə mayenin içərisində kürəcik var. Kürəciyin kütləsi 100 qramdır. 0,1 kiloqramdır. 0,1 kiloqramdırsa, onda ağırlıq qüvvəsi olacaq 0,1 vurulsun 10. Yəni 1 Newton. 1 Newton aşağıya doğru ağırlıq qüvvəsi təsir edir. 0,2 Newton Arximed qüvvəsi təsir edir və 0,3 Newton da mayenin müqavimət qüvvəsi. Maye də bunu yuxarı qaldırır, çünki cisim aşağı düşür. 0,3 Newton və cisim aşağı düşür. A təcili ilə aşağı düşür. Onda biz yazaq Newtonun ikinci qanununu. MA bərabərdir mg çıxılsın F Arximed üstə gəlinsin F müqavimət. M-imiz 0,1'dir. Vurulsun A. mg'ni hesablamışıq 1. Bu 0,2'dir. Bu da 0,3'dür. Cəmi edəcək 0,5. Birdən də 0,5 çıxacaq. 0,5 qalacaq hələ. A-nı tapanda da bizə verəcək 5 metr bölünsün saniyənin kvadratı. Kürə tərəzidən asılaraq boş qabın içərisinə daxil edilmişdir və tərəzinin digər gözündəki çəki daşları ilə tarazlıqdadır. Qabı su ilə doldurduqda tarazlıq niyə pozulur və tarazlığı yenidən necə bərpa etmək olar? Biz suyu tökməmişdən əvvəl bir tarazlıq şərtini yazaq. Çəki daşlarına təsir edən ağırlıq qüvvəsinə yazaq. M çəki vurulsun G.
Kürəyə təsir edən ağırlıq qüvvəsinə də yazaq M kürə vurulsun G-yə. Və iplərdə yaranan gərilmə qüvvəsinə yazıram T1. Burada yazıram T2. Qaba su tökməzdən əvvəl bunların tarazlıqda qalması üçün T1 bərabər olmalıdır T2-yə. T1 bərabərdir M çay daşları vurulsun G, çəki daşları. T2 də bərabərdir M kürə vurulsun G-yə. İndi biz kürə olan qabın içərisinə su əlavə edəcəyik. Su əlavə etdikdə artıq burada kürəyə təsir edən bir Arximed qüvvəsi meydana çıxır. Biz tarazlıq şərtini yazaq. T2 üstə gəlinsin F Arximed bərabərdir M kürə vurulsun G-yə. Buradan T2-ni tapsaq, M kürə G çıxılsın F Arximed olacaq. T1 isə olduğu kimi qalıb. T1-də heç bir dəyişiklik yoxdur. M çəki daşı vurulsun G. T1 dəyişmədir, amma T2-nin qiyməti gördüyünüz kimi azaldı. Əvvəl nə idi? M kürə vurulsun G idi. İndi M kürə vurulsun G-dən bir dənə Arximed qüvvəsini çıxmışıq. Ona görə T2-nin qiyməti azaldı. T2-nin də qiyməti azalanda onda T2 qalxacaq yuxarı, T1 düşəcək aşağı. Yəni tarazlıq pozulacaq. İndi biz bu tarazlığı bərpa etmək üçün nə etməliyik? Sol tərəfdən, yəni T1 tərəfdən çəki daşlarından götürməliyik. Amma nə qədər çəki daşı götürməliyik? O çəki daşının çəkisi kürəyə təsir edən Arximed qüvvəsinə bərabər olmalıdır. Həmin qədər biz çəki daşını götürsən, yenidən tarazlığı bərpa edə bilərik. 8-ci sual. Hava ilə doldurulmuş elastik şar su ilə dolu dərin qabın dibinə iplə bağlıdır. İpi kəsdikdə şar suyun səthinə çatana qədər nə cür hərəkət edər? Müqavimət qüvvəsi nəzərə alınmır. T konstantdır. Müvafiq düsturları yazmaqla cavabınızı əsaslandırın. Buradakı T temperaturdur. Temperaturumuz bizim konstantdır. Başlanğıcda ipdə bir gərilmə qüvvəsi var. Bu gərilmə qüvvəsini temperaturdan ayırmaq üçün buna T iştirik deyəcəm. Bu yükə, daha doğrusu şara yer tərəfindən ağırlıq qüvvəsi təsir edir və maye tərəfindən də Arximed qüvvəsi təsir edir. Onda biz tarazlıq şərtini yazsaq, nə yazarıq? Mg üstə gəlinsin T iştirik bərabərdir nəyə? F Arximed. Buradan T iştirixi tap. T iştirik bərabər olacaq. F Arximed çıxılsın Mg-yə. F Arximed Mg-dən böyükdür. Ona görə də biz bu ipi buradan kəsəndə, cisim yuxarıya doğru hərəkət edəcək. A təcili ilə. Əvəzləyici qüvvəni yazsaq, MA bərabərdir. F Arximed çıxılsın Mg olacaq. Buradan da A-nı tapıram. F Arximed çıxılsın Mg bölünsün M. Elastik şar yuxarı hərəkət edəndə onun kütləsində heç bir dəyişiklik olmayacaq. Ona görə də Mg-nin qiyməti dəyişməyəcək, nə də M-in qiyməti dəyişməyəcək. Biz burada ancaq baxırıq Arximedə. Görə Arximed necə dəyişəcək? Arximedin də düsturu nədir? Rho maye V batan cisim vurulsun J-yə. Bu cismin həcmində dəyişiklik olacaq. Çünki bu şar elastik şardır. Bu şar yuxarı qalxan zaman, baxın, onun üzərində hal-hazırda bu hündürlükdə maye var. Onda şarın üzərindəki təzyiqi yazsaq, P bərabərdir Rho C H düsturuna əsasən. Şar yuxarı qalxdıqca, bu hissələrə gəldikcə hündürlük nə olacaq? Azalacaq. Hündürlük azaldığına görə şarın üzərinə düşən təzyiq də nə edəcək? Azalmağa başlayacaq. Sonra Mendeleyev-Kleyperon tənliyinə əsasən PV bərabərdir T yazıram. Burada bizə T-ni konstant verib. T-nin konstant olduğu proses izotermik prosesdir. Yəni Boyle-Marriott qanunudur. Əgər T konstantdırsa, təzyiq azalırsa, həcm nə olacaq? Artacaq. Çünki yenə deyirəm, şarımız necə şardır? Elastik şardır.
şarın içərisindəki hava ilə birgə genişlənəcək. Şarın içərisindəki hava genişlənəndə şar da başlayacaq genişlənməyə, yəni həcm artacaq. Həcm artan zaman onda Arximed qüvvəsi artacaq. Arximed qüvvəsi artanda da təcil artmağa başlayacaq. Onda cisimimiz necə hərəkət etmiş olar? Artan təcillə yeyinləşən hərəkət etmiş olar. Keçək 9-cu suala. Krandan tökülən suyun qabın dibinə göstərdiyi hidrostatik təzyiqin zamandan asılı qrafikini çəkin. Krandan vahid zamanda boş qaba tökülən suyun həcmini sabit hesab etməli. Deməli, vahid zaman, yəni 1 saniyə. 1 saniyədə tökülən suyun həcminə yazıram V bərabərdir. S vurulsun H1. S-lər də fərqlidir. Buraya deyək S1. Burada deyək S2. Çünki burada artıq sahə daha kiçikdir. Onda buraya yazıram S1. V də bərabərdir. S2 vurulsun H2. Yəni 1 saniyədə bura tökülən suyun həcmi nə qədərdirsə, bura tökülən suyun da həcmi o qədərdir. Onda biz nə yazarıq? S1 H1 bərabərdir S2 H2. O zaman S2-nin S1-ə nisbəti bərabər olar H1-in H2-yə nisbətinə. Buradan nə nəticə çıxarırıq? Sahə nə qədər böyük olarsa, vahid zamanda orada olan mayenin hündürlüyü daha yavaş artar. Burada vahid zamanda, yəni 1 saniyədə tökülən mayenin hündürlüyü bu qədərdirsə, H1-dirsə, sahə kiçiləndə mayenin hündürlüyü nə olacaq? Artmış olacaq. Hidrostatik təzyiqin də düsturu nədir? P bərabərdir ρ G H-dır. Hər iki halda təzyiq artacaq, amma birinci halda yavaş-yavaş artacaq, yəni bu hissədə, digər hissədə isə, bu hissədə, yaşılladığım hissədə isə sürətlə artmağa başlayacaq. Onda P-nin T-dən asılı qrafikini çəksək, birinci hissədə təzyiqimiz artacaq. İkinci hissədə isə təzyiqimiz yenə də artacaq, amma daha sürətlə artacaq. Ona görə qrafiki biraz daha dik formada çəkirik. Keçək 10-cu suala. Ağzı açıq 20 sm hündürlüklü qab yarı-yarıya qarışmayan 2 maye ilə doldurulmuşdur. Qabın dibindən 8 sm hündürlükdə olan nöqtədəki tam təzyiqi hesablayın. Bizə 2 dənə maye verilib. Birinin sıxlığı 800-dür, birinin sıxlığı 1000-dir. Təbii ki, sıxlığı 1000 olan maye daha aşağıda qalacaq. 10 sm hündürlükdə H1 bərabərdir yazıram. Sıxlığı 1000 olan maye olacaq. Yəni ρ2. 10 sm hündürlükdə də H2 bərabərdir 10 sm. Burada da ρ1 sıxlıqlı maye olacaq. Yəni sıxlığı 800. Bu arada bizə şərtdə deyir ki, qabımızın da ağzı açıqdır. Ona görə buradan da mayeyə atmosfer təzyiq edəcək. İndi bizə deyir ki, qabın dibindən 8 sm hündürlükdə. Haradasa buralarda. 8 sm hündürlükdə olan nöqtədəki tam təzyiqi hesablayın. Elə bilin ki, artıq biz qabın oturacağı kimi baxaq bura. Qabın oturacağı kimi baxaq. Bunun səthin üzərinə nə qədər təzyiq düşür, onu hesablayaq. 10 sm-in 8 sm qaldı aşağıda. Burada qaldı 2 sm. Bura olacaq 2 sm. İndi hesablayaq təzyiqi. İlk öncə bu hissədəki təzyiqi hesablayırıq. Bu hissədəki mayenin sıxlığı 1000-dir. Onda yazırıq ρ2. ρ2'miz 1000. Vurulsun G. Hündürlüyümüzdə 2 sm. 2 sm-i də çevirək metrə 0,2. Buradan 2 sıfırı silək. Bizə neçə verəcək? Bunlar gedəcək. 200 Pascal. Daha sonra buradakı, yəni 10 sm hündürlükdəki
təzyiqi tapaq. Onu da yazaq. Rho 1 C H. Bura 2 yazsaq, burada 1 yazsaq daha yaxşı olar. Deməli 800 vurulsun 10. H1'imiz də 10 santimetrdir. Bu da eləyir 0,1. Yenə də buradan 2 0 getsin. Bu da bizə verəcək 80 paskal. Görək, bir dənə hesablamada səhv eləmədik. 10 santimetri çevirəndə 0,1 eləyir. 0,1 edirsə eləyəcək 800 paskal. Bir də nəyimiz var? Atmosfer təzyiqimiz var. O da 10 üstü 5 paskaldır. Deməli, ümumi təzyiqi hesablayacağıq. 10 üstü 5'i də rəqəmlə yazaq. 10.000 üstə gələk. 200 bu, 800 də bu. Eləyəcək 1000. 1, 2, 3, 4, 5. Bəli. Onda olacaq 101. 1000'i toplayaq burada bir dənə. Bəli, 101.000 paskal. Bunu da çevirərək kilopaskala. 101 kilopaskal. Sıxlığı mayenin sıxlığından 2 dəfə böyük. Sıxlığı mayenin sıxlığından 2 dəfə böyük. Kütləsi 4 kiloqram olan cismin asıldığı ipdə yaranan gərilmə qüvvəsini hesablayın. Yenə də biz ağırlıq qüvvəsini çəkəcəyik. Arximed qüvvəsini çəkəcəyik və ipdə yaranan gərilmə qüvvəsini çəkirik. Tarazlıq şərti yazırıq. Tezdə gələ F Arximed bərabərdir mg-yə. Buradan da T-ni tapanda mg-dən F Arximedi çıxırıq. mg-nin qiyməti 40-dır. Deməli, Arximedin də qiymətini tapaq. mg bərabərdir rho cisim v cisim g-dir. Bunun qiyməti 40-dır. F Arximed bərabərdir rho maye v cisim g-dir. Buradan da rho mayenin yerinə rho cisim bölünsün 2 v cisim g yazsaq, 40'ı da bölürük 2 eləyir 20. Deməli, Arximedin qiyməti 20-dir. Çıxırıq 20'ni bərabər olacaq 20 newton. 12-ci sual. Sıxlığı mayenin sıxlığından kiçik olan bərk cismi qabın dibindən sərbəst buraxsaq, mayenin səthinə çıxana kimi necə hərəkət edəcək? Bu cisim bərk cisimdir. Bərk cisim olduğuna görə onun həcmində yuxarı çıxan zaman heç bir dəyişiklik olmayacaq. Ona görə hərəkətimizin təcili sabit qalacaq. İndi sıxlığı mayenin sıxlığından kiçikdirsə, onda ona təsir edən ağırlıq qüvvəsi də Arximed qüvvəsindən kiçikdir. Ağırlıq qüvvəsini çəkirəm aşağı mg, Arximed qüvvəsini də yuxarı çəkirəm. Biz bu cismi sərbəst buraxan zaman Arximed qüvvəsi ağırlıq qüvvəsindən böyük olduğuna görə bu cisim A təcili ilə yuxarı hərəkət edəcək. A bərabərdir F Arximed çıxılsın mg. Cisim yuxarı çıxan zaman onun kütləsində heç bir dəyişiklik olmur. Ona görə mg-nin qiyməti dəyişməyəcək. Arximedin də düsturu nədir? Rho maye v batan vurulsun g-dir. İndi cisimdə bərk cisim olduğuna görə o yuxarı hərəkət edən zaman onun həcmində heç bir dəyişiklik olmayacaq. Ona görə Arximed qüvvəsi də dəyişməyəcək. Onda təcilimiz konstant qalacaq. Hərəkətimiz olacaq bərabər yeniləşən hərəkət. 13-cü sual. Sıxlığı mayenin sıxlığından böyük olan bir cismi iplə içərisində su olan qaba salınmış, iki cismi suyun səthində üzür. Qaba su əlavə etdikdə cisimlərə təsir edən Arximed qüvvəsi necə dəyişər? Deməli, iki cismindən başlayıram birincisi. İki cismi suda üzürsə, Arximed bərabərdir mg-dir. Bu cisimlərin üzmə şərtidir. Biz qaba su əlavə etdikdə mg-nin qiyməti dəyişməyəcək. Ona belə çıxır ki, Arximedin də qiyməti dəyişməz olaraq qalacaq. Bu iki cismi üçündür. İndi bir cisminə baxaq. Bir cismində ipdə yaranan T gərilmə qüvvəsi, yenə də mg-ni çəkirik. Arximedi çəkirik.
Tarazlıq şərti yazırıq. T üstə gəlinsin F Arximed bərabərdir MJ-yə. Arximedin düsturu nədir? Rho maye V batan vurulsun J-yə. Bunun üzərinə su əlavə etdikdə bir cisminə batan hissəsinin həcmi get-gedə artır. Batan hissəsinin həcmi artdığına görə də ona təsir edən Arximed qüvvəsinin də qiyməti artmış olacaq. 14-cü sual. Buz parçası əridikdə suyun stəkanın dibinə göstərdiyi hidrostatik təzyiq necə dəyişir? Deməli, buzun bu qədər hissəsi görürük ki, suyun içərisindədir. Batan hissənin həcm düsturunu yazaq. V batan bərabərdir. Rho buz bölünsün Rho maye vurulsun V buza. İndi baxın. Buzun sıxlığı 900-dür. Mayenin sıxlığı, yəni suyun sıxlığı 1000-dir. V buz. Onda batan hissənin həcmi nə olur? Onda 9 V buza bərabər olur. Yəni bunun suyun içərisində olan hissəsinin həcminə deyirik 9V. Çöldə qalan, bayırda qalan hissəsinə deyirik V. İndi buz əriyəndə kütləsi nə qədərdirsə, ondan yaranan suyun kütləsi də həmin qədər olacaq. Yəni buzun kütləsi nə qədərdirsə, əriyəndə də eyni qədər su əmələ gələcək. Onda yazırıq ki, M buz bərabərdir nəyə? M suya. M buzun yerinə yazaq Rho buz V buz. M suyun da yerinə yazaq Rho su V su. Buradan da V suyu tapsaq, bizə nə verəcək? Rho buz bölünsün Rho su vurulsun V buza. Fikir verirsinizsə, alınan suyun həcmi elə buzun batan hissəsinin həcminə bərabərdir. Yəni bu buz əridikdə 9V qədər həcm tutacaq. Batan hissə 9V qədər həcm tutmuşdu. Əriyən buzun suya çevrilən həcmi də elə bu buzun həcminə bərabərdir. Yəni bu da 9V-dir. Buz əriyəndə, burada da suyun içərisində buz nə qədər yer tutmuşdu? 9V-lik yer tutmamışdı. Həmin 9V-lik yer su ilə dolacaq və mayenin hündürlüyündə heç bir dəyişiklik olmayacaq. Hidrostatik təzyiqin də düsturu P bərabərdir Rho GH-dır. Əgər hündürlük dəyişməyəcəksə, onda hidrostatik təzyiq də dəyişməyəcək. 15. Kütləsi 270 kiloqram olan buz parçası suyun səthində tarazlıqdadır. Buzun suyun səthində qalan hissəsinin həcmini hesablayın. Deməli, az öncə qeyd etdik ki, buzun suyun sıxlıqlarına görə də buzun sıxlığı 900-dür, suyunki 1000-dir. 9 hissəsi batır, bir hissəsi isə qalır bayırda. Yəni onda bir hissəsi. Onda bir V-si qalır bayırda. Onda biz yazaq onda bir. V-nin də yerinə yazaq M bölünsün Rho. Rho bərabərdir. Onda bir. M-imiz 270-dir. Rho-muz da bizə verilib 900. İxtisar edək. 9-a da ixtisar edək. Burada qalsın 10, burada qalsın 3. Olacaq 0,3 metrin kubuna. Yəni batan hissənin həcmi bu qədər olacaq. 16. Dinamometrə bağlanmış və sıxlığı mayenin sıxlığına bərabər olan bərk cismi mayeye daxil edirlər. Uyğun düsturlardan istifadə edərək cisim mayeye tam batana kimi onun mayedəki çəkisinin batan hissəsinin həcmindən asılı qrafikini qurun. İlk öncə bir şəkil çəkək. Deməli, bizim mayemiz var və dinamometrə bağlanmış bir dənə cisimimiz var. Başlanğıcda cisim hələ ki mayeye daxil edilməyib. Bu da dinamometr.
Deməli, bu cismə təsir edir aşağıya doğru nə? mg ağırlıq qüvvəsi. Cismin maydakı çəkisinin düsturu nədir? P bərabərdir P0 çıxılsın F arximetr. Bu cisim nə qədər ki, hələ suyun içərisinə daxil edilməyib, demək ki, ona heç bir Arximet qüvvəsi təsir etmir. Arximet qüvvəsi təsir etmirsə, birinci halda P niyə bərabər olacaq? P0-a bərabər olacaq. Daha sonra biz bu cismi yavaş-yavaş nə edirik? Mayenin içərisinə daxil edirik. Yəni, cismi aşağıya doğru. İndi biz suyun miqdarını artıraq, fərqi yoxdur. Suyun miqdarını artıraq ki, cisim mayenin içərisinə daxil olsun. Bu cisim daha çox mayenin içərisinə girdikcə, onun batan hissəsinin həcmi get-gedə çoxalır. Batan hissəsinin həcmi çoxaldığına görə də Arximet qüvvəsi nə edir? Artmış olur. Arximet qüvvəsi artanda cismin çəkisi get-gedə başlayır nə etməyə? Azalmağa. Şərtdə də bizə deyir ki, sıxlığı mayenin sıxlığına bərabərdir. Yəni, cismin sıxlığı bərabərdir nəyə? Mayenin sıxlığına. Onda biz bu yazdığımız düsturu açsaq, P bərabərdir. P0-ın yerinə yazıram ρ cisim, V cisim, J. Arximedin də yerinə yazıram ρ maye, V batan vurulsun J. Digər tərəfdən az öncə qeyd etdiyim kimi, mayenin sıxlığı da cismin sıxlığına bərabər olduğuna görə elə burada nə yazacağam? ρ cisim yazacağam. ρ cisim J-ni mötərizə xaricinə çıxardıram. Qalır nə? V cisim çıxılsın V batan. Və bu cisim yavaş-yavaş mayenin içərisinə daxil edilir. Batan hissənin həcmi artır. Hara kimi artır? Tam batanda artıq V batan nəyə bərabər olur? Cismin həcminə bərabər olur. Yəni, tamamilə batır da. Tamamilə batdıqda buranın qiyməti olacaq 0. Onda cismin çəkisi də bərabər olacaq 0-a. Bunu qrafik üzərində çəksək, burada qeyd edək. Deməli, cismin mayedəki çəkisinin batan hissənin həcmindən asılı qrafiki. Əvvəlcə bizim çəkimiz nəyə bərabər idi? P0-a bərabər idi. Daha sonra çəkimiz başladı azalmağa. Azaldı. Gəldi nəhayət 0 oldu. Nə zaman 0 oldu? V batan cisim tamamilə suya batdıqda. 17-ci məsələ ilə davam edək. C cismi qollu tərəzdəki çəki daşı ilə tarazlıqdadır. Onun üzərinə altdakı səthə kip sıxılan qalın divarlı iri şüşə qapaq qoyulur. Şüşə qapağın altındakı hava soğurma nasosu ilə soğurulduqda tərəzinin tarazlığı ilə əlaqədar hansı hadisə müşahidə olunur? İlk növbədə cisimlərə təsir edən ağırlıq qüvvəsini çəkək. Birinci cisimə təsir edən ağırlıq qüvvəsi M cisim J, daşa təsir edən ağırlıq qüvvəsi M daş vurulsun J və şüşə qapağın altında hava olduğu üçün hava tərəfindən cisimlərə Arximet qüvvəsi təsir edir. Birinci cisimə təsir edən Arximet qüvvəsinə deyirik F Arximet 1, ikinci cisimə təsir edən Arximet qüvvəsinə isə deyirik F Arximet 2 və burada gərilmə qüvvələri yaranır. T1 və T2 gərilmə qüvvələri. Başlanğıcda tarazlıq olduğu üçün T1 bərabər olmalıdır T2. İndi T1 nəyə bərabərdir? T1 bərabərdir M cisim J çıxılsın F Arximet 1. O da bərabərdir M cisim J, Arximet qüvvəsi ρ hava, C cisminin həcmi vurulsun J-yə. T2 üçün yazırıq. T2 bərabərdir M daş vurulsun J çıxılsın F Arximet 2. F Arximedin də yerinə yazırıq ρ hava və buradakı daşın həcmi vurulsun G-yə. Başlanğıcda C cisminin həcmi daha böyük olduğuna görə C cisminə təsir edən Arximet qüvvəsi də daşa təsir edən Arximet qüvvəsindən böyük olacaq. Yəni F Arximet 1 böyük olacaq F Arximet 2-dən. İndi
bunun içərisindəki hava çıxan zaman artıq Arximed qüvvəsində qiyməti başlayır azalmağa. Arximed qüvvəsi azalanda birinci cismə təsir edən Arximed qüvvəsi daha böyük olduğuna görə birinci cismə təsir edən Arximed qüvvəsi başlayır azalmağa və nəticədə tərəzinin baxın sol gözü düşür aşağı, sağ gözü isə qalxır yuxarı. 18. Paralelipiped şəkilli buz parçası suda üzür və onun h bərabərdir 2 sm sudan kənarda qalır. Bu qədər hissə sudan kənardadır. Buzun oturacağının sahəsi 2500 sm kvadratdır. 2500 sm kvadrat. Bunu da çevirək metrin kvadratına. 2500 vurulsun 10 üstü mənfi 4 metrin kvadratı. Bu da bərabərdir 25 vurulsun 10 üstü mənfi 2 metrin kvadratına. Buzun kütləsini hesablayın. Üzmə şərtinə görə əgər cisim mayenin səthində üzürsə və yaxud daxilində üzürsə, Arximed qüvvəsi bərabər olmalıdır ağırlıq qüvvəsinə. Buzun bütöv hündürlüyünə biz h deyək. Onda buzun nə qədər hündürlüyü mayenin içərisində qalacaq? H minus h qədər. Həmin hissənin həcmini tapsaq, bilirik ki, prizmanın həcmi S vurulsun H düsturu ilə tapılır. İndi bizim H-ımız artıq suyun içərisində qalan hissədir. Bu qədər H-ı götürəcəyik. Yəni H minus H qədər hissəsini götürəcəyik. Onda Arximed qüvvəsini yazaq. F Arximed bərabərdir rho su V-nin yerinə S H minus H vurulsun G yazacağıq. Mg bərabərdir rho buz V buz. V buzun da yerinə yazacağıq. S vurulsun tam H, yəni bütöv H. Bunları bir-birinə bərabərləşdiririk. Bərabərləşdirən zaman burada G-miz də var. G-lər ixtisar gedir. S-lər ixtisar gedir. Rho-sunun yerinə yazırıq 1000. H minus H. Buzun da sıxlığı 900 verilib. 900H. Buraq açaq. 1000H. 1000 kiçik H bərabərdir 900H-a. Buradan alırıq ki, H bərabərdir 10H-a. Kiçik H-ı da bizə 2 sm vermişdi. Onda onu vuracağıq 2-yə. Bu da bizə verəcək 20 sm. Çeviririk metrə 0,2 metr. Onda buzun həcmini artıq tapa bilərik. Buzun həcmi S vurulsun böyük H idi. S-i də yazmışıq burada. 25 vurulsun 10 üstü mənfi 2. Hündürlüyümüz də 0,2. 5 vurulsun 10 üstü mənfi 2 metrin kubu. Kütlənin də düsturu M bərabərdir rho vurulsun V'dir. Rho buz, V buz. Buzun sıxlığı 900. Həcmini də tapdıq. 5 vurulsun 10 üstü mənfi 2. Bu da bizə verəcək 45 kiloqram. 19-cu sual. Tarazlıqda olan və çəkisi nəzərə alınmayan çubuqdan M1 və M2 kütləli cisimlər asılmışdır. Birinci cismin həcmini verib 20 sm kubu, sıxlığı 4000 kiloqram bölünsün metr kubudur. İkinci cismin kütləsini hesablayın. Biz buradan birinci cismin kütləsini tapa bilərik. Şəkil digər tərəfdədir. Qiymətlərə baxaq, keçək. Deməli, həcm 20 sm kub, sıxlıq da 4000 metr kubudur. Birinci cisim üçün yazırıq. Həcm 20 santimetrin kubudur. Bunu çevirəcəyik metrin kubuna. 20 vurulsun 10 üstü mənfi 6 metr kubu. Sıxlığı isə rhosu 4000 kiloqram bölünsün metr kubudur. Biz birinci cismin kütləsini taparıq. M1 bərabərdir rho vurulsun V-yə. 4000-i vurarıq. 20 vurulsun 10 üstü mənfi 6-ya. Buradan qiymət olar 8 vurulsun 10 üstü mənfi 2.
Yəni 0,8 kiloqram. İndi birinci cismə təsir edən ağırlıq qüvvəsini çəkək. M1J. M1-in də qiymətini 0,8 tapdıq. G-nin də qiyməti 10-dur. 0,8 Newton. Birinci cismə təsir edən Arximed qüvvəsini yazaq. F Arximed bərabərdir. Rho, su, V cisim, V batan vurulsun J-yə. Suyun sıxlığı 1000-dir. Batan hissənin həcmi 20 vurulsun 10 üstü -6-dır. G-nin də qiyməti 10-dur. Buradan alarıq ki 3, 0, 4, 5, 0 gedəcək. 0,2 Newton. O zaman bu ipdə yaranan gərilmə qüvvəsi T1 bərabər olacaq. 0,8 Newton çıxılsın 0,2 Newton. 0,6 Newton olacaq. İndi keçirik digər tərəfə. Buradan M2J-ni çəkirik. Buradan da T2-ni çəkirik. T2 bərabər olacaq hələ M2J-yə. İndi artıq tarazlıq şərtini yaza bilərik. T1-in qolu 1, 2, 3 bölgüdür. T2-nin qolu isə 1, 2 bölgüdür. T1 vurulsun 3 bərabərdir. T2-nin yerinə elə M2J yazacağım. M2J vurulsun 2-yə. Yazırıq 0,6 vurulsun 3-ə bərabərdir. M2 vurulsun. G-nin qiyməti 10-dur. 10 vurulsun 2-yə. Buradan M2-ni tapanda 2-yə ixtisar edək. Burada qalsın 1. Burada qalsın 0,3. 0,9-u böləcəyik 10-a. Bu da bizə verəcək 0,9 kiloqram. 20-ci məsələ elə 19-cu məsələ ilə eynidir. Sadəcə bizdən buradakı T gərilmə qüvvəsini istəyir. Az öncəki məsələyə baxaq. T1-i tapmışdıq 0,6 Newton. T2-ni tapmışdıq M2J. M2-ni də tapdıq 0,9. G-nin də qiyməti 10-dur. Bu da bizə verəcək 0,9 Newton. T isə bərabər olacaq. T1 üstə gəlinsin T2-yə. O da bərabərdir. 0,6 üstə gələk 0,9 bərabərdir 1,5 Newtona. Diametri D bərabərdir 4 cm olan su ilə dolu olan silindr şəkilli soldan ağzı bağlı borunun AB oturacağına suyun göstərdiyi hidrostatik təzyiq qüvvəsi nəyə bərabərdir? Yəni bu hissəni nəzərdə tutur. Bu hissənin diametri D-dir. Bu hissənin də diametri D-dir və dairə formasındadır. Dairənin də sahəsi diametrinin πd kvadratı bölünsün 4 şəklində ifadə olunur. D-ni bizə verib 4 cm. 4 cm metrə çeviririk. 4 vurulsun 10 üstü -2 metr. Maye sütunun ümumi hündürlüyünü tapaq. Yəni bu qədər hündürlükdədir. Maye sütunun ümumi hündürlüyü. Bura qədər hündürlüyümüz 3D idi. Buranın da hündürlüyü D-dir. Deməli, ümumi hündürlüyümüz olacaq. H bərabərdir 4D şəklində. D-ni də bizə 4 cm verib. O zaman hündürlüyümüz olacaq 4 vurulsun 10 üstü -2. Yəni 16 vurulsun 10 üstü -2 şəklində olacaq. Bizdən təzyiq qüvvəsini istəyir. Təzyiq qüvvəsinin düsturu F bərabərdir P vurulsun S-dir. P-nin də yerinə yazırıq hidrostatik təzyiq. Rho, J, H. S-in də yerinə yazacağıq. πd kvadratı bölünsün 4. Qiymətləri qoyaq yerinə. Rho-nun qiyməti 1000. G-nin qiyməti 10-dur. Hündürlüyü tapmışıq. 16 vurulsun 10 üstü -2 vurulsun. Pi-nin qiyməti 3-dür. Diametrimiz də 4 vurulsun 10 üstü -2 idi. Kvadratı eləyəcək 16 vurulsun 10 üstü -4-dür.
İndi hesablayaq. Buradan ixtisar edərik. Burada qalar 4. 10 üstü mənfi 4, 10 üstü mənfi 2 edir. 10 üstü mənfi 6. Buradan 4 dənə 0 silərik. Qalar 10 üstü mənfi 2. Vurulsun. Burada qaldı 16. 16-nı 4-ə vursaq 64. 64-ü də 3-ə vursaq 192 edəcək. Bunu da sadələşdirək. 1,92 Newton olacaq. Eyni yaylardan eyni kütləli, göstərilən həcmli 3 kürə asılmışdır. Kürələr suya tam batdıqda yayların mütləq uzanmaları arasında hansı münasibət doğrudur? Hər üç kürəyə təsir edən ağırlıq qüvvəsini çəkək. M1J. Hamısının kütləsi eyni olduğuna görə hamısına MJ yazaq birbaşa. MJ. İkinci cismə təsir edən MJ və üçüncü cismə təsir edən MJ. Kürələrin suda bu vəziyyətdə qalması üçün onlara əlbəttə ki, Arximed qüvvəsi təsir edir. F Arximed 1, F Arximed 2 və F Arximed 3. İkinci cisimlə üçüncü cisimlərin həcmləri bərabərdir. Ona görə onlara təsir edən Arximed qüvvələri də bərabər olacaq. İndi yaylarda yaranan elastiklik qüvvəsini çəkirik. F elastik 1, buna yazaq F elastik 2 və F elastik 3. Elastiklik qüvvəsi də bilirik ki, Kx-dır. Onda yazaq ki, Kx bərabərdir F Arximed çıxılsın MJ-yə. Bizdən mütləq uzanmanı istəyir, yəni X istəyir. O zaman birinci cisim üçün yazıram ki, Kx1 bərabərdir F Arximed 1 çıxılsın MJ-yə. Kx2 bərabərdir F Arximed 2 çıxılsın MJ və Kx3 də bərabərdir F Arximed 3 çıxılsın MJ-yə. İkinci cisimlə üçüncü cismin həcmləri bir-birinə bərabər olduğuna görə onlara təsir edən Arximed qüvvələri də bərabər olacaq. Başlanğıcda da demişdik ki, kütlələr eynidir. Demək ki, X2 ilə X3 bir-birinə bərabər olacaq. Gəlirik X1-ə. X1-ə təsir edən Arximed qüvvəsi həcmi daha böyük olduğu üçün Arximed qüvvəsinin düsturu axı belədir. Rho maye V cisim, yəni batan hissənin həcmi vurulsun şey. İndi biz burada tam batıb deyə burada V cisim yaza bilirəm. Birinci cismə təsir edən Arximed qüvvəsi 2 və 3-cü cismə təsir edən Arximed qüvvələrindən 2 dəfə daha çoxdur. Ona görə birinci cismin mütləq uzanması da digər cisimlərin mütləq uzanmasından böyük olacaq. O şəkilli şaqli boruya kerosin və su tökülmüşdür. H-ı 30 cm verib bizə. B-ni 10 cm verib. Sağ tərəfdəki maye sütununun hündürlüyünü istəyir bizdən. H bərabərdir suala. Buradan bir xətt çəkirəm. Bu xəttə görə işləyəcəyik. Birinci tərəf olsun, ikinci tərəf. Sol tərəfdə kerosin sütununun hündürlüyünü tapaq. Kerosin sütununun hündürlüyünü tapanda, baxın, bütöv 30 cm-dir. Burada 10 cm-dirsə, kerosin sütununun hündürlüyü olacaq 20 cm. Buradakı su sütununun hündürlüyü isə H su bərabərdir. Bura B-yə bərabərdir, 10 cm-dir. Yəni, onda suyun hündürlüyü olacaq, ümumi H-dan çıxacaq onu. Və hər iki qabın ağzı açıq olduğu üçün atmosfer təzyiq göstərir. Birləşmiş qabların işləmə prinsipi də Pascal qanununa əsaslanır. Yəni, birinci tərəfdəki təzyiq, ikinci tərəfdəki təzyiqə bərabər olmalıdır. P1 bərabər olmalıdır P2-yə. Sağ tərəfdəki təzyiqi yazırıq. Rho kerosin, H kerosin vurulsun G bərabərdir. Rho su, H su vurulsun G-yə. Buradan G-lər ixtisar gedir. Rho kerosinin yerinə yazırıq 800 vurulsun 20
bərabərdir. Suyun sıxlığı 1000. H sunun yerinə yazırıq. H minus 10. Vuraq, açaq ya da ixtisar edək sonra. 8-i 2-yə vuranda 16 bərabərdir H minus 10-a. H da bərabər olacaq 26 santimetrə. 24. Kütləsi 7,8 kiloqram olan metal silindir blokdan keçirilmiş və çəkisi nəzərə alınmayan sapdan asılaraq tamamilə su olan qaba salınmışdır. Cismi göstərilən vəziyyətdə tarazlıqda saxlayan qüvvəni hesablayın. Bu cismə ağırlıq qüvvəsi təsir edir. mg. Kütləsi 7,8-dir. Vururuq ona. Bərabərdir 78 Newton. Və maye tərəfindən Arximed qüvvəsi təsir edir. F Arximed. Arximed qüvvəsini də hesablayaq. F Arximed bərabərdir. Rho maye V cisim vurulsun J-yə. Mayenin sıxlığını bilirik, amma cismin sıxlığını bilmirik. O zaman yazırıq Rho maye M bölünsün Rho cisim vurulsun G. Hesablayaq. 1000 vurulsun 7,8 7800 vurulsun 10'a. 1000-i 7,8-ə vuranda 7800 eləyir. Bunlar ixtisar gedir. Bərabər olur 10 Newtona. Təsir edən Arximed qüvvəsi 10 Newtondur. O zaman bu ipdə yaranan gərilmə qüvvəsi olacaq 78 çıxılsın 10. O da bərabərdir 68 Newton. Blok tərpənməz blokdur. Eyni iplərdəki gərilmə qüvvələri bərabərdir. O zaman F-in də qiyməti bərabər olacaq 68 Newtona. Göldə çəkisi nəzərə alınmayan kublardan birinin daxilində 10 kiloqram kütləli cisim var. Kublar bir-birinə bağlanmış iplə və göstərildiyi kimi tam bataraq suda üzür. Onları tamamilə sudan bərabər sürətlə çıxardıqda yekun Arximed qüvvəsinin qiymətlərini göstərməklə onun zamandan asılı qrafikini çəkin. Bu cismə ağırlıq qüvvəsi təsir edir. mg aşağıya doğru. Kubların həcmi eyni qəbul edilmişdir. Birinci cismə təsir edən Arximed qüvvəsinə bir F desək, o zaman ikinci cismə də təsir edən Arximed qüvvəsi F-ə bərabər olacaqdır. O zaman ümumi başlanğıcda bizə deyir ki, üzmə şərtinə görə Arximed qüvvəsi bərabər olmalıdır ağırlıq qüvvəsinə. Yəni 2F bərabər olmalıdır mg-yə. M-in də qiyməti 10 kiloqramdır. Onda mg bərabər olacaq 100 Newtona. Buradan bir kuba təsir edən Arximed qüvvəsini tapırıq 50 Newton. Deməli, bunlar bərabər sürətlə çıxarıldıqda birinci kub yazaq, ikinci kub yazaq. Birinci kub sudan çıxarıldıqca onun sudan batan hissəsinin həcmi azalır. Şəkil belə bir vəziyyətə düşür. Deyək ki, su bura qədərdir. Artıq birinci kubu biz yavaş-yavaş nə edirik? Sudan çıxarırıq. Birinci kubu sudan çıxardıqda artıq ona təsir edən Arximed qüvvəsi azalır. Yəni 100 Newton idi ümumi ikisinə təsir edən Arximed qüvvəsi. Birinci kub tamamilə çıxdıqda artıq qalır 50 Newton. Sonra biz cismi yenə də yavaş-yavaş ipdən tutub yuxarı qaldıran zaman ikinci cismə təsir edən Arximed qüvvəsi də başlayır azalmağa və nəticədə cisim tamamilə suyun içərisindən çıxarıldıqda Arximed qüvvəsi 0-a bərabər olur. Onda biz cisimlər üçün yekun Arximed qüvvəsini çəkməliyik. Yəni tək-tək yox. Yazaq F-in, F yekunun T-dən asılıq qrafiki. Əvvəlcə nə qədər idi? 100 Newton idi. Sonra birinci cisim sudan tamamilə çıxarıldıqda bir cisimə təsir edən Arximed qüvvəsi 50 Newton idi. 100 Newton idi, sonra olacaq 50 Newton. Bu ip var ortalıqda. Birinci cisim çıxarıldıqdan sonra ikinci cisim ona birləşik deyil də, arada bir ip var. O ip hələ də qalxıb suyun üzərinə çıxdığı müddətcə ikinci cisim tamamilə suyun içərisində olacaq. Ona görə həmin müddətdə təsir edən Arximed qüvvəsinin qiyməti dəyişməyəcək.
Daha sonra artıq ikinci cisim sudan çıxmağa başlayanda Arximed qüvvəsinin qiyməti sıfıra qədər azalmış olacaq. Ağzı açıq olan nazik borunun aşağı hissəsində müəyyən hündürlükdə hava sütunu var. Onun üzərində 760 mm hündürlükdə civə sütunu var. 760 mm civə sütunu bərabərdir 1 atmosfer təzyiqinə. Borunu ehmalca şaqili oxdan 60 dərəcə meyl etdirdikdə aşağıdakı havanın təzyiqi neçə dəfə və necə dəyişəcəkdir? Biz qabı meyl etdirəcəyik bu şəkildə. Bucaq olacaq 30 dərəcə. Bu zaman civə sütunun hündürlüyü də azalacaqdır. Ona görə təzyiqimiz də azalmalıdır. Birinci halda burada bir 760 mm civə sütununun təzyiqi P0 atmosfer təzyiqi, bir də bu açıq hissədən atmosfer təzyiq göstərir. Onda birinci halda yazaq P1 bərabərdir P0 üstə gəlsin P0 bərabər olacaq 2P0-a. İkinci halda civə sütununun hündürlüyü bu qədər götürürük. Bu bucaq 30 dərəcədirsə, bu bucaq da 30 dərəcə olur. Sinus 30 dərəcə bərabərdir 2-də 1-ə. O da bərabərdir qarşıdakı katetin H-ın elə nisbətinə. Buradan alırıq ki, 2H bərabərdir elə. H da bərabərdir L bölünsün 2. Deməli, elə uyğun gələn atmosfer təzyiqi P0 idisə, L bölünsün 2-yə uyğun gələn atmosfer təzyiqi də P0 bölünsün 2 olacaq. Və buradan atmosfer təzyiq göstərir. O zaman ikinci halda təzyiq yazırıq P2 bərabərdir atmosfer təzyiqi üstə gələk civə sütununun göstərdiyi təzyiq. Bu da olacaq 2-də 3 P0 1,5 P0. Bizə deyir ki, atmosfer təzyiqi neçə dəfə və necə azalacaqdır. Əvvəlcə 2P0 idi. Daha sonra oldu 1,5 P0. P0'ları ixtisar edirik. Sürət və məxrəci vururuq 2-yə, 3, 4. 3-də 4 dəfə azalacaq.